İndi bir ara ən modda olan stolumuzun üstünü göstərəcəm. Götürə bilsəm. Bax. Gördüyünüz qara mərmərə oxşayan biraz ağırdır. Bir əlimdən tutmaq çətindir. Yəni qara mərmər də istəyən olsa, bilməm indi otağın dizaynına uyğunmu, necəmi, ya kuxnasının dizaynına uyğun istəyən olsa sifariş verə bilər. Qiymətlə bağlı tam qiymət deyə bilmirəm. Məsəl üçün indi bunu bax belə bir şeylər mağazinə hələ satdıqda yoxdur. Yəni biz verməmişik. Bəlkə də var ya, amma bu səliqədən inanmıram olsun. Kimsə dedi ki, nə oldu, Türkiyədən yaxşı işləyirsən. Mən özüm Türkiyədə 6-7 ay sifariş işləmişəm, yəni qaynaqçıda. Mən onların işini görmüşəm. Onlarda hər şey hazır gəlməlidir. Yəni hazır gəlməsə onlar belə şey yığmır. Plus da ki, fabrikli mal olur. Mən Türkiyə deyəndə fabrika malını deyirəm. Yəni orada kimsə sırf ayrı usta bizi kimi işləyə bilər. Problem onda deyil. Amma fabrika malı heç vaxt belə qalın eləmir. Onlar çünki şablonla işləyir. Yəni şap-başap doğrayırlar, nazik metalla ucuzdan verirlər.